Bismillahirrahmanirrahim və bihi nəstəin. Bildiyiniz kimi bizim əzizimiz, ən çox istədiyimiz şairimiz, qeyri-istedada malik olan şair, nadir istedada malik olan Arif Buzonalı dünyasını dəyişmişdi. Və bu günlərdə onun dəfin günüdür. Arif doğrudan da böyük bir neməti təkcə Buzona kəndi üçün yox, təkcə Azərbaycan üçün də yox. Arif Buzonalı dünya miqyasında tanınmış, hörmət qazanmış, ilahi istedada malik o bir şəxs idi. Bizim üçün beləsinə bir ifadə var Peyğəmbər əleyhissalamdan, rəvayət var ki, buyurub ki, Peyğəmbər buyurur ki, göydə ərşin altında xəzinələr var, söz xəzinələridir. O göydə ərşin altında olan söz xəzinələri hikmət xəzinələrindir, hikmətli sözlərin xəzinələridir. Onları Allah Teala onları şairlərə bəxş edib. Onların asarı şairlərin dilidir. Ona görə Füzuli deyir ki, nitqi verdinsə gözəl söz söyləməkdən lütfü qıl Allaha deyir. İlahi danışıq, nitq vermirsən, tev də ver mənə gözəl söz söyləməkdən lütfü qıl. Şeirim ilə zahir olsun gizli hikmət zivəri. Həmin ona işarə, gizli hikmət zivəri göydə olan ilahinin hikmətli söz xəzinələridir. Allah Teala hər adama onu vermir. Şairlərin dili həmin xəzinə asarıdır, ulan qəlbinə tökür. Ona görə bu nə məktəb, belə dərsləri məktəbdə keçmirlər. Bunlar ilahidən verilən vergidir bunlar. Fitrətli olur, zatlı olur. Və Arif ucuz nadir istedaddır. O uşaqlığından Arif bu atası da ədəbiyyatçıdır, Allah rəhmət etsin. Şeirləri də var idi, qardaşıdır şeir yazı. Arifin ustadı da Hacı Mail idi. Füzuli ədəbi məclisinin üzvü idi. Mailin ən çox sevdiyi tələbəsi idi. Rəhmətli mən də gedirdim, arası iştirak edirdim. Hacı Mail harada məni görürdü? Arifdən müqayət olun. Ənvər Nəzərli, Arifdən müqayət olun. Bütün o bizim o məşhur şairlərimiz ki, bunlar dünyalarını dəyişiblər. Həmişə hər yerdə onu alqışlayırlar. Bugün bizim üçün doğrudan da ağır gün oldu. Dünyasını dəyişibdi. Allah ruhunu şad eləsin. Bugün özünüz bilirsiniz də elə bir gündür ki, Dəhəy Fatimə-i Zəhradır. Əyyam-ı Fatimiyyədir. Bugünkü günün dünyasını dəyişib. Böyük bir iman sahibiydi, böyük bir töhfə sahibiydi. Amma onu itirdik biz. Allah ruhunu şad eləsin, Allah ruhunu bizə duaçı eləsin. Sizə təşəkkür edirəm. Çox sağ olun ki, gəlib işıqlandırırsınız. Əliyev Yaqub, Arifin kiçik qardaşı. Böyük itkidir. Bir qayğıkeş qardaşdırdım. Bir də ustad şair. Allah rəhmət eləsin. Son dönəmində söhbətlər eləmişdik bunu. Belə dünən gecəni də son qəzəlini də dedi. Ölüm Allaha işidir, hamı bu dünyadan köçəcək. Amma bu 53 il yetərincə olmadı. Arzular yarımçıq qaldı. Çox arzular vardı. Mədəniyyətimiz üçün, ədəbiyyatımız üçün böyük itkidir. Uzun illər əruz ədəbiyyatı sahəsində Azərbaycanın ən tanınmış simalarından idi və həm özünün yaradıcılığı, böyük yaradıcılığı var idi, həm Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin rəhbəri olaraq çoxsaylı gənclərin yetişdirilməsində böyük rolu var idi. Mən düşünürəm ki, onun yerini dolduran olmayacaq. Çünki elə insanlar var ki, onların gördüyü fəaliyyət, onun özünün şəxsi keyfiyyətlərindən, istedadından, təcrübəsindən irəli gəlirdi. Arif Buzonalı da uzun illər bu sahədə olduğuna görə onun təcrübəsi demək olar ki, heç kimdə yoxdur. Həmişə dilimizdə olacaq. Mən elə tam çatmır adama, yəni isti-isti bilinmir. Müəyyən vaxtdan sonra yəqin ki, dərk eləyəcəyik onun yoxluğunu. Amma bir tərəfdən də fikirləşirəm, yazıları varsa, əsərləri varsa, özündən sonra o boyda sənət qoyubsa, yəqin ki, yoxdur deməyə heç dilimizdə gəlmir, heç deməyəcəyik də. O bizim üçün həmişə var, sözü ilə var, şeiri ilə var, ədəbiyyatı ilə var. Bundan sonra da həmişə olacaq. Ustadımız Arif Buzonalının tələbəsi Kamal Hüseynzadə. Bugün hamımız üçün ağır gündür, xüsusən yaxınları üçün, bilavasitə, onu ilə ünsiyyətdə olanlar üçün. Mən də bütün oxucularına, əzizlərinə, onu əziz tutanlara başsağlığı verirəm, başımız sağ olsun. Allah rəhmət eləsin. Arif ustad sənətkarıdır, müstəqil illərində yetişmiş
bizim usta Qəzərxan idi, şair idi, eyni zamanda Azərbaycan Yaşlılar Birliyinin Abşeron filialının rəhbəri idi. Həm şair kimi dərin iz buraxdı, həm təkcə Buzovnada deyil, ümumiyyətlə Bakı kəndlərində onun xeyli yetirmələri oldu. Onun xatirəsi biz üçün əzizdir. Hamımız sarsıntı içindəyik, çox cavan dünyadan getdi. Allah rəhmət eləsin, Allah ailəsinə, övladlarına uzun ömür versin və əminəm ki, onun şeirləri həm oxucuların dilindən düşməyəcək, eyni zamanda bilirsiniz ki, onun qəzəlləri bizim muğam ustaları ifa edirdilər. Azərbaycan dili durduqca, Azərbaycan qəzəli durduqca, klassik zəncirin bir həlqəsi olan Arifin də şeirləri, Arif Buzovnalının da qəzəlləri oxunacaq. Allah rəhmət eləsin. Zahir Rəxşan, Arif müəllimin tələbəsi. İlk addımımdan elə Arif müəllimin yanında oldum. Ondan öyrəndim, nə öyrəndim. Böyük itkidir. Həm öz tərəfimizdən, həm də ədəbiyyatımız yetim qaldı. Ədəbiyyat yetim qaldı, Arif getdi. Özü hazır idi getməyə. O hazır idi o barədə. Biz hazır dördük. Allah rəhmət etsin. لله رب العالمين اللهم نور قلوبنا بنور القرآن وكفر عنا مرضانا بآيات القرآن اللهم اغفر للمؤمنين والمؤمنات. Arif dünyasında yaşayıp ruhu şad, ruh hakkında inşallah bir hakkı suretil Fatiha. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. طغوا في الميزان وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان والأرض وضعها بالأنام نحن ذات الأكمام والحب ذو العزم والريحان فبأي آلاء ربكما تكذبان لا بشيء كالفخار وخلق الجان من مارج من نار فبأي آلاء ربكما تكذبان مرج البحرين يلتقيان بينهما برزخ لا يبغيان فبأي آلاء ربكما تكذبان سبحان ربك رب العزة عما يصفون أرواح المرحومين مغفورين